Bismillahirrahmanirrahim, hörmətli müsəlmanlar. Hər birinizi Allahın salamı ilə salamlayıram. Əssalamu aleykum və rəhmətullah. Demək olar ki, bütün hamımızın sosial şəbəkələri var. Lakin bu sosial şəbəkələr istifadə etdikdə nəyə like qoyduğumuza, nəyi paylaşdığımıza fikir verməliyik. Çünki biz nəyi yayırıqsa, onun haqqında da sorğu-sual olunacaq. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, kim hər hansı bir insanlara xeyir bir yol göstərərsə və insanlar o yola tabi olarsa, gedərsə, onun savabını alar. Həmçinin əksi də belədir. Əgər pis bir yol göstərərsənsə, nəsə pis bir şey paylaşarsansa, insanlara fayda verməyən, xeyir verməyən, faydasız bir məlumatlar paylaşarsansa və insanlar ona baxdıqca sənə də günah yazılar. Ona görə nəyə like qoyursansa, nəyi bəyənirsənsə, nəyi paylaşırsansa, sənin siman və sifətin odur. Mən hər zaman deyirəm ki, sosial şəbəkələri göstər, deyim sən kimsən. Nəyi paylaşırsan, nəyi düşünürsən, zaten sosial şəbəkələrdə hər bir şey var. Necə insansan, nəyi sevirsən, nəyi sevmirsən. Yəni, bu məsələlər çox önəmli bir məsələlərdir. Hamımız cəmiyyətdə yaşayırıq, insanların içindəyik və mütləq fikir verməliyik ki, nəyə paylaşırıq. Keçən dərslərimizdə də qeyd etdik ki, bəziləri yeməyini, içməyini, gəzməyini, övladlarını, nemətlərini paylaşır. Və bu nə dərəcədə düzgündür? Çünki bu yeməyi, içməyi yeyə bilməyən, övladı olmayan və ya xəstəliyi olan, sihhətində problemləri olan nə qədər insanlar var. Və biz bunları paylaşdıqda bir onlara zülm etmiş olmuruq mu? Ona görə mütləq bir şəkildə sosial şəbəkələrdə nəyi like edirsənsə, nəyi paylaşırsansa diqqət elə. Xeyir şeylər paylaş. Quran, dərslər, insanlara fayda verən hər hansı bir məsələlər paylaşa bilərsən. Şər, ondan sonra zərərli məlumatlar, fitnə, fəsad, günah, bunları paylaşdıqda isə onun günahı sənə qalır. Və ən müsibəti bundan ibarətdir. Sən öldükdən sonra insanlar o məlumatlara baxaraq, sənin paylaşdıqlarına baxaraq sənə ya savab, ya günah yazdıra bilirlər. Esselamu aleykum və rəhmətullah.